Mənim həmişə zikri müsibətim birinci gecə. Bilirsiniz də kim olur? Həmişə o qapıya getmişəm. O qapını döymüşəm. O qapı biraz yanıqdır, amma üzümüzü qoyuruq o yanıq qapıya. Bir acizanə salam verək, hə? Getmək istəmirsiniz bəqiyə. Əssəlamu aleykim. Ya Fatimə Zəhra, Fatiməcəm, salam olsun sən. Xanım Fatimədən deyim, qutarım. Axır günlərin deyirəm ha sizə ya. Əsma deyir, gördüm, uşaqlarını nəvaziş eləyir. Elə hey qucaqlayır, hey öpür, evi süpürür. Dedim, xanım, deyəsən, yaxşılaşmısan. Dedi, Əsma, yox. Əsma, axır anlardır, bilirəm, axır günləri yaşayır. İstəyirəm balalarıma özüm xidmət eləyim. O analar ki, o çətin anlarda xəstələnəndə mən bunları eşitmişəm, deyir, ən axırda görsən balalarına elə nəvaziş eləyirlər. O balalar da görüblər elə anaları. Allah rəhmət eləsin o analara. Ondan sonra deyir, yatdı, yatandan sonra bir yuxu gördü. Yuxu görəndən sonra qalxdı yuxudan, əleyhissalam gəldi. Deyir, gəldi dayandı, xanım Fatimə yandı. Dedi, Əlican, dedi, bəli. Dedi, yuxuda Peyğəmbəri gördüm ha. Dedi, xanım, nə gözəl. Dedi, Əli, sən nə dedi mənə? Deyir, mən ona şikayət elədim. Dedim, səndən sonra ümmətin çox bizə ciddi narahat elədi. Dedi, nə dedi sənə bəs Peyğəmbər? Dedi, mənə qayıtdı ki, narahat olma, bu gecə mənim qonağımsan. Əleyhissalama bu sözü demək olar. Başladı ağlamağa. Çox mənə təsir edən hal budur, deyir. Ağladı, ağladı. Ağlaşdılar mı? Ondan sonra deyir, biraz dayandılar. Dayanandan sonra xanım Fatimə möhkəm ağladı. Dedi, xanım, niyə ağlayırsan sən? Dedi, sənə ürəyim yanır. Əli, məndən sonra sənin məzlumiyyətin. Deyir, əxəzə rəəssəha və zəmməha ilə sədrihi. Bax, burası məni çox yandırır. Deyir, xanım Fatimənin başını qoydu. Əleyhissalam ürəyinin başına, ürəyin üstü. Bağışlayın, danışa bilmirəm. Qutarın, dur, nə oxuyun, xahiş eləm. Ya Zəhra.